belə deyim, bu müqəddəs kitab bir insanın iman və düşüncəsinin ən əsas qaynağıdır. Həm düşüncəmizin, həm imanımızın, həm deməyim də düşüncə ilə iman bir-birinə ziddiyyət təşkil eləmir ki, sadəcə izah verirəm də şərh edirəm. İman belə deyil ki, orada düşüncə yoxdur. Düz deyil, imanın elə bir hissəsi düşüncədir də. Yaxşı, iman və düşüncənin əsas qaynağı bu kitabdır, müqəddəs kitabdır. İnsan həyatına hərəkət bəxş eləyən, daha dəqiq desəm, hərəkətinə doğru dürüst istiqamət verən, hərəkət var da, ona istiqamət verən, yaşayışına məna qatan, ruhuna dəyər verən, dəyərli edən bir kitabdır bu kitab. Bu kitabda bəşərin həyatı üçün təməl prinsiplər bəyan edilib. Təməl prinsiplər, köklü, fundamental mövzular. Amma açıqlaması kimin öhdəsindədir? Açıqlaması tətbiqi qalıb sünnəyə, Peyğəmbər sünnəsinə, imamların buyruğuna, ictihada həvalə olunub.